Həzrəti Xızır və İskəndər zülmət bir yerə yetişdikdə Xızır əleyhissalam buyurdu, atların ayaqları altında elə bir şey var ki, hər kim ondan götürsə, peşman olacaq və hər kim götürməsə də peşman olacaq. Bəziləri bu cür dedi, əgər hər iki halda işimizin nəticəsi peşmançılıq olacaqsa, o zaman atlarımızdan düşüb özümüzə əziyyət verməyin mənası yoxdur. Digərləri isə atlarından düşərək götürdükləri qədər götürdülər. Zülmət bitdikdə onlar götürdükləri şeyin zümrüd olduğunu gördülər, götürənlər peşman oldular ki, az götürüblər. Bir dənə və ya bir neçə dənə götürsələr də yenə peşman qaldılar. Götürməyənlər də heç nə götürmədiklərinə görə peşman oldular. Onları həsrət günü, qiyamət ilə qorxud. Məryəm 39 ayənin həqiqəti bundadır. Bu dünya bir zülmətdir. Quran həqiqətən heyran edicidir. Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Bəqərə 257 Bu zülmətdə xəzinələr gizlənmişdir. Hər kim bu xəzinlərdən götürsə, qiyamət günü peşman olacaq ki, niyə az götürdüm? Heç bir fayda götürməyənlər isə elə bir həsrətdə olacaqlar ki, onu vəsf etmək qeyri-mümkündür. Çünki həmin vaxtda artıq heç bir tədarük görmək olmayacaq. Məsələn, bizim hansısa bir əyalətdə xanım Fatime-i Zəhranın salamullah əleyha şəhadətini yad etməyə imkanımız olub, lakin etməmişik. Bunun peşmançılığı əbədi olaraq bizdə qalacaq. Çünki keçən ildə olan şəhadət günü artıq bir daha geri dönməyəcək. Əgər bu əyalətdə bir heyət küçələrə çıxaraq Həzrəti Zəhranın adını yad etsəydi, bunun nəticəsi bu cür olardı. İmam Sadiq bunu bəyan etmişdir. Bu rəvayətin dərk olunma səviyyəsi Şeyx Ənsari kimi böyük fəqihlərə məxsusdur. İmam Sadiq əleyhissalam buyurur, bizim işimizi dirildənə Allah rəhm etmişdir. İmamın bu cümləsi həsrət gününün müşküllərinin həllidir. Şeyx Vəhid Xorasani, Allah kölgəsini üzərimizdən əksik etməsin.